Riyazi bacarıqları zəif inkişaf etmiş uşaqlara hesablama əməllərinin öyrədilməsi. Burada ən səmərəli metodlardan biri də TAÇMED metodudur. Belə ki, TAÇMED metodunda 1-dən 9-a qədər rəqəmlərin üzərində onların uyğun sayı qədər nöqtələr və xətlər qoyulur və uşaqlar həmin xətləri oxuyaraq, toxunaraq, yəni vizual, eşitmə və toxunma hisslərini birlikdə istifadə edərək daha effektiv və səmərəli şəkildə hesablama əməlini öyrənirlər. Burada 1 rəqəminin üzərində 1 nöqtə, 5 rəqəminin üzərində 5 nöqtə qeyd olunur. Tətbiq mərhələləri isə bunlardır. İlk mərhələdə biz uşaqlara ritmik şəkildə irəli və geri saymanı öyrədirik. 1-dən 20-yə qədər say. 1, 2, 3, 4, 5, 6, 7, 8, 10, 11, 12, 13, 14, 15, 16, 17, Düzgün saydın. Aferin. Sənə 20-dən geri say. 20, 19, 18, 17, 16, 13, 14, 12, 11, 19, 8, 7, artı 5, 4, 3, 2, 1. Düzgün saydın. Aferin. Sənə simvol qazandın. İkinci mərhələdə isə həmin 1-dən 9-a qədər olan rəqəmlərin üzərində uyğun sayda xətləri və nöqtələri qoymağı öyrədirik. Növbəti mərhələlərdə isə toplama və çıxma əməllərini yerinə yetirirlər. Belə ki, burada ilk rəqəm olduğu kimi qalır, digər ikinci rəqəmdə isə uşaq ritmik şəkildə həmin rəqəmdəki nöqtənin sayı qədər irəliyə, toplamadırsa, çıxmadırsa geriyə olaraq sayırlar. Növbəti ən sonuncu mərhələdə isə artıq uşaqlar müstəqil şəkildə heç bir nöqtədən istifadə etmədən hesablama bacarığına yiyələnmiş olurlar.